Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib. Yeni Sabah məlumat verir ki, Nazirlər Kabinetinin əmək pensiyalarının təyin olunması, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasında etdiyi dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması, işləyən əmək pensiyaçısının fərdi, şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən, həmin tarixdən işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, ancaq müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə həyata keçiriləcək. Qulluq stajına görə əmək pensiyasına əlavələri 50% həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə əlaqədar onların əmək pensiyasının əmək haqqı, dövlət məvacibi əsasında yenidən hesablanması arayışa əsasən həyata keçiriləcək. Yuxarıda qeyd edilənlərə əsasən yenidən hesablanmış pensiya məbləğinin ən yüksəyi ödəniləcək.